Salam, sabah xeyir. Bunu demək əslində bir neçə müddət əvvəl artıq mənim fikrimdə idi. Hər halda bunu mən özümə bir vəzifə borcu, insani borc bilirəm. Yəni mənim boyun borcumdur, bunu mən deməliyəm. Hələ ki bu Fazil hələ o mövzuya qadirciyə baxır da. Bu kitab çap olunmazdan əvvəl mən Zahir Ustaca təşəkkür eləməliyəm. Zahir Ustac yazarlar.az saytında, sonra Facebook səhifədə, yazarların səhifəsində, yəni sonra Mədəniyyət Nazirliyinin, mənim yəni Mədəniyyət Nazirliyindən olan diplomla təltif olunmağımda yəni birbaşa Zahir Ustac, Zahir müəllim iştirak olub, onun sayəsində olub. 2 diplomla yəni təltif olunmağım, əlavə də üstəgəldə yəni kitabın içində mənim fikirlərim, yazdığım resenziyalar. Hər halda bunu mən çox böyük dəyərləndirirəm. Ən birinci növbədə ona təşəkkür edirəm, Zahir müəllimə, Zahir Ustaca. Sonra mənim yazdığım qadın haqqında, Azərbaycan qadını haqqında yazdığım piyes ilə bağlı mənə köməkliyi çox dəyib, gecə saat 3-4 aralığına qədər. Yəni atama təşəkkür edirəm. Azərbaycan Kinematografçılar İttifaqına təqdim elədiyim piyesə, yəni səhəri gün deyə gecə saat 3-4 radələrinə qədər oturub, hətta elə desəm gözü görmə yəni qabiliyyəti biraz hətta zəif olan insan. Yəni bunun da dəyəri çox böyükdür. Ona görə də yəni atama təşəkkür etmək bu da borcumdur. Və sair və ilaxır bu işdə dəstəyi olan, indi yadımda olanlar, dedim olmayanlar üzrlüyə hesab eləsin. İndi paylaşanlar olar, olarsa da sağ olsun, olmasa da sağ olsunlar. Və təbii ki, sonda ən böyük təşəkkürüm, yəni bunu demişəm, deyirəm, yenə də deyəcəm, nə qədər də təşəkkür eləsəm, çox sağ ol desəm, yəni yenə azdır. Çünki sıfırdan 21-ci əsrdə mənim heç bir manat faydam olmayan bir insan özü öz öhdəsinə götürdü bu işi və sona qədər də davam elədi. Dedi, Zahir, mənim bir xasiyyətim var, o da biraz mənfason tipli adamdır. Yəni bir işi götürdümsə öhdəmə, onu axıra kimi gedirəm. Elə dediyi kimi də oldu. Sona qədər getdi, yəni sıfırdan işi insan öhdəsinə götürsün və o iş mənim məhsulumdur, mənim beynimin məhsuludur. Amma mənim xəbərim olmadan bütün işlərin nə varsa hamısını öz elədim. Düzdür, ara bir də xəbər tutdum ki, artıq üz qabının fotosu çəkilir, nə bilim, çap olunması üçün pullar yığılıb. Yəni bunları mənim heç birinə xəbərim yox idi. Yəni anidən xəbər tutdum ki, özə xəbərləmişdim. Və bir də təbii ki, arada bir məsləhətləşmələr oldu, redaktə ilə, korrektə ilə bağlı. Hələ onda heç fikirləşmirdim ki, yəni deyirdim, yəqin uzun çəkər də bunun çap olunmağı. Yəni deməyim oldu ki, heç vaxt heç kim deməsin ki, bu dövrdə heç kimə pulsuz, parasız heç nə eləməz. Yəni bu bir sübutdur. Bu faktdır ki, yəni insanların elə söz danışan insanlar, daha da inamı azalan insanların inamını qırmaq deməkdir. Yəni insanların inamını azaltmayın bir-birinə qarşı. Yəni indi bu bir növü görürsünüzmü? Bu bir sübutdur ki, yəni eləyənlər var. Elə insanlar var və olacaq da, heç də şübhəm yoxdur. Fazil Əhmədə də sonsuz təşəkkürüm var, olub, olacaq da.
nə qədər də desəm, təkrarən yenə də təkrarlayıram, yenə də azdır. Çox sağ olsun. Hər nə eləyibsə Allah onu min qat əvəzini qaytarsın ona inşallah. Qaytarmağına da heç bir şübhəm yoxdur. Çünki o mənim üçün iş görməyib. Əslində birinci növbədə o ədəbiyyat üçün o fədakarlıq edib. İkinci növbədə bu xalq üçün, insanlıq üçün. Çünki mən orada, yəni bu indi yazanların çoxsu kimi orada mən nağıl yazmamışam. Yəni orada insan təfəkkürü, insan həyatının fəlsəfəsi var. İndi hər halda biraz çox danışsam kimsə elə fikirləşər ki, mən öz yazdığımı tərifləyirəm. Sadəcə olaraq oxuyan bir neçə nəfərdən aldığım, gördüyüm təəssürat, verdikləri rəylər, bildirdikləri fikirlərdən buna söykənərək tam arxayıncasına deyə bilərəm ki, bəli, artıq bir neçə nəfər bunu bəyənibsə, o deməkdir ki, mən tam ağız dolusu arxayıncasına rahat da danışa bilərəm bu barədə. Amma danışmıram, sonra kimlərsə qıcıqlanmasın deyə özünü tərif, hərçənd ki, heç vaxt sevməmişəm özünü tərif. Amma hər halda istədim bunu bildirim. İnşallah nə vaxtsa, hardasa canlı yayım olacaqsa, Allahın köməyi ilə inşallah orada da təbii ki, mən bildirəcəm. Yenə də təkrarən deyəcəm, təşəkkürümü əsirgəməyəcəm təbii ki. Bunu heç vaxt, ümumiyyətlə mənə olunan şeyi heç vaxt unutmuram. Çox sağ olun, minnətdaram. Kim hər nə edirsə, Allah ona qəlbinə görə və əməlinə görə etdiyinin, gördüyü işin Allah min qat əvəzini versin.